Mən bir məsələyə xüsusi diqqət çəkmək istəyirəm. Prezident İlham Əliyev avqustun 11-də Dövlət Televiziyasına verdiyi müsahibədə Naxçıvanın yaşıl enerji ehtiyatlarına, yəni yaşıl enerji üçün əlverişli imkanlara malik olduğunu demişdi və prezidentin demək açıqlamalarının birində Ordubadda su elektrik stansiyasının tikiləcəyi qeyd olunur. Bu elektrik stansiyası deməli TV kəndində inşa olunacaq. TV kəndi demək 1580 metr yüksəklikdə yerləşir dəniz səviyyəsindən və su elektrik stansiyasının fəaliyyəti baxımından əlverişli imkanlara malikdir. Onu da qeyd edək ki, Biləv kəndində su elektrik stansiyası demək var və nə üçün su elektrik stansiyalarının fəaliyyəti üçün Ordubad daha əlverişlidir? Tarixi dövrlərdən də bilirik ki, yəni tarixi mənbələrə də əsaslansaq və bugünün əlbəttə ki, Ordubadına nəzər salsaq görərik ki, Ordubadda çoxlu bulaqlar, çeşmələr var. Onlar əlbəttə ki, dağlardan gəlir və əlverişli iqlim şəraitinə görə formalaşır. Bax, bu istiqamətlər, xüsusilə Ordubadın zəngin su ehtiyatlarına malik olması bu demək rayonun, Naxçıvanın təbii bir parçası olaraq zəngin su ehtiyatlarına malik olan bir rayon kimi həm də su elektrik stansiyalarının fəaliyyəti üçün də əlverişli olmasına şərait yaradır və əlbəttə ki, bu proses təbii ki, növbəti demək mərhələdə TV kəndində su elektrik stansiyasının inşası ilə demək davam etdiriləcək. Çünki suyun təkcə evlərə, yəni evlərdə istifadəsindən savayı həm də onun bir növ alternativ enerji mənbəyi kimi istifadə olunması Ordubadda demək vacib məsələlərdən biridir və bunu da məhz Prezident İlham Əliyev öz müsahibəsində xüsusi olaraq qeyd etdi. Kamran Qasımov, Real Ordubaddan.